Salam əziz beşincilər, xoş gördük hər birinizi. Bugünkü mövzumuz elmlə siyasət yürüdən dərsinin davamı olan Fəzullah Rəşidəddindir. Əziz uşaqlar, artıq ötən dərslərimizin izahından bildiniz ki, bir çox hökmdarlar hələ qədim dövrlərdən öz idarəçiliyini asanlaşdırmaq və daha ədalətli siyasət yürütmək üçün yanlarında tarixçi, filosof və yaxud da ki, ümumiyyətlə savadlı alimlərin sarayda onları himayə edir və onları yanlarında saxlayırdılar. Uşaqlar, Fəzullah Rəşidəddin tarixçi, həkim, dövlət xadimi eyni elə bu cür insanlardan olmuşdu. O, 1247-ci ildə Həmədanlı anadan olmuş, sonra ailəsi ilə bir yerdə Marağaya köçmüşdür. Tibbi bilikləri sayəsində bayaq da qeyd elədiyim kimi Hülaki sarayına dəvət olunmuşdur. Əslində düşünə bilərik ki, görəsən tibbi biliklərin sarayda dəvət olunmasının nə əlaqəsi var? Tutaq ki, biri sağlamlıqdırsa, əslində hökmdarın yeməkləri üçün məsul şəxs o hesab edilmişdir. Yəni nə faydalıdır, nə yemək olar və təbii bir də ki, həm də sağlamlıq üçün. Əziz uşaqlar, tarixçi, həkim, dövlət xadimi qeyd elədiyim kimi 1247-ci ildə Həmədanlı anadan olmuşdur. Sonra ailəsi ilə bir yerdə Marağaya köçmüşdür. Bundan sonra Fəzullah Rəşidəddin əslində elmlə məşğul olmağa hələ uşaq yaşlarından başlayır. Bacarığı sayəsində Fəzullah Rəşidəddin Hülaki dövlətinin 3 qüdrətli hökmdarının vəziri olmuşdur. Hülakilər dövründə təhsilə çox böyük önəm verilirdi. Belə ki, dövlətin idarəsində elmi biliklərdən, riyaziyyatdan, astronomiyadan, tarixin özündən, hətta natiqlikdən belə ehtiyacı olduğunu hiss edən hökmdarlar yanlarında savadlı adamları, vəzirlər saxlayırdılar. Elmin və təhsilin inkişafında dövlət rəhbərləri ilə yanaşı, elm xadimlərinin də rolu böyük idi. Fəzullah Rəşidəddin Təbriz və digər Azərbaycan şəhərlərində mədrəsələr tikdirir. O hökmdarı inandırır ki, əgər tutaq ki, bugün mən bir nəfərəm savadlı, amma sabah sənin dövlətinin davamçısında və dövləti yaxşı idarə etməkdə, ədalətli qərarlar verməkdə mənim kimi minlərlə savadlı adam lazımdır. Və bunun üçün Təbrizdə Rəbi Rəşid adlı təhsil kompleksi açır. O, bura çoxlu sayda alimlər, kitablar, hətta başı çıxan müəyyən bir ayrı-ayrı fənlərdən, dünyavi fənlərdən başı çıxan alimləri dəvət edir. Təhsil müəssisəsi kimi fəaliyyət göstərən kompleksdə mədrəsə, tibbi mərkəz və kitabxana da var idi. Burada dəqiq elmlərlə yanaşı tarix, poeziya və ilahiyyata dair 60.000 kitab var idi. Uşaqlar, bu o dövr üçün çox böyük bir rəqəm idi. Kompleksdəki şəfa evi ölkənin ən böyük xəstəxanası idi. Burada dünyanın bir çox ölkələrindən gəlmiş həkimlər çağırılırdı. Təhsil 5 il ərzində davam etdirilirdi. Əziz uşaqlar, təbii ki, bu o dövrdəki Rəbi Rəşid Universitetinin qalıqlarıdır, təhsil kompleksinin. Təhsili bitirdikdən sonra şagirdlər əslində təhsil aldıqları dönəmdə xətti yaxşı olanlara xəttatlar deyirdilər. Kitabın özünü yazdırırdılar və orada məlumatlar toplanan kitabları kitabxanada vəsait kimi saxlayırdılar ki, bu da gələcəkdə orada təhsil alan uşaqların işini daha da asanlaşdırmaq üçün. Əziz uşaqlar, gördüyünüz kimi hər bir nə qədər də daha hökmdar, qüdrətli hökmdar olursa olsun, mütləq şəkildə hər bir hökmdarın, qılıncı iti olan hökmdarın arxasında və yanında mütləq şəkildə dövləti ağıllı və elmlə yürüdən bir alim olmalıdır. Bu günlük və bu dərslik bu qədər. Sağ olun, sağlıqla qalın.